Hindistanda fərqli inanclara sahib icmaların üzləşdiyi gərginlik artıq yerli problem olmaqdan çıxaraq qlobal bir narahatlığa çevrilib. Ölkədə tətbiq edilən bəzi sərt qanunlar insan haqlarını qorumaq əvəzinə təəssüf ki, müəyyən qrupları sıxışdırmaq üçün bir vasitə kimi istifadə olunur. Beynəlxalq ekspertlər bu sistemli təzyiqlərin həm bölgədəki sülhə, həm də minlərlə insanın taleyinə ciddi zərbə vurduğunu bildirirlər. İndi hər birimizi düşündürən əsas məqam budur. 21-ci əsrdə dini və etnik kimliyinə görə insanların bu cür təzyiqlərə məruz qalması nə dərəcədə ədalətlidir? Hindistan bugün də Britaniya müstəmləkəçiliyinin repressiv qanunlarını saxlayaraq onları azlıqlara qarşı silaha çevirir. Həmin qanunlar ədalət üçün deyil, siyasi iradəni sındırmaq və fərqli səsi boğmaq üçün istifadə olunur. Bu fikirlər Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilən Hindistanda siklərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq, mövcud reallıqlar adlı beynəlxalq konfransda səsləndirildi. Müzakirələr zamanı 1984-cü il qətliamı, Qızıl Məbədə edilən hücum, eləcə də Hindistanda, o cümlədən Amristar və Dehlidə Sikh ailələrinə qarşı həyata keçirilən təqiblər gündəmə gətirildi. Son dövrlər Hindistanda baş verən hadisələrə nəzər saldıqda Kəşmir və Qucaratda müsəlmanların, eləcə də xristianların ciddi təzyiqlərə məruz qaldığını görürük. Təkcə son Milad bayramı zamanı ölkədə 700-dən çox insident qeydə alınıb. Həmçinin qeyd olundu ki, Hindistanın konstitusiyasında Sikhlərin kimliyi silinib. Həmin maddədə Sikhlər, Buddistlər və digər qruplar ayrıca din və ya icma kimi tanınmır. Əksinə Hindu dininin qolları kimi təqdim olunurlar. Bu siyasət təkcə ölkə daxilində məhdudlaşmır. Son 3 il ərzində Birləşmiş Krallıq və Kanadada Sikhlərə qarşı zorakılıq halları, o cümlədən Hindistan casusları tərəfindən törədilən qətillər qeydə alınıb. Baş verənlər Sikhlərin və digər milli azlıqların 1947-ci ildən bəri üzləşdiyi sistemli zorakılığın davamıdır. Hindistanda müsəlmanlar, xristiyanlar və dalitlər də daxil olmaqla milli azlıqların azadlığı və hüquqları məsələlərinə beynəlxalq ictimaiyyətin diqqətinin cəlb edilməsi zəruridir. Zorakılığın dərin kök salmasının səbəbi siyasi fürsətçilik, dövlət repressiyası, Sikhlərin kimliyinin və milli arzularının inkarıdır. Sikh məsələsi regional deyil, qlobal əhəmiyyət daşıyır. Hindistan hökumətinin tətbiq etdiyi irqçilik və zorakılıq və bu diskriminasiya siyasəti dünya ictimaiyyətinə düzgün şəkildə çatdırılmalıdır və aidiyyəti beynəlxalq təşkilatlar ədalətli bir reaksiya verməlidir. Biz beynəlxalq qeyri-hökumət təşkilatı olaraq bu mövzunu BMT-də və BMT institutlarında və digər aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə daşıyacaq. Konfransda o da diqqətə çatdırıldı ki, Hindistan tarixinə nəzər saldıqda çoxsaylı insident və hadisələrlə qarşılaşırıq. Bu hadisələrin arxa planını araşdırdıqda isə təəssüf ki, onların Hindistan hökuməti tərəfindən dəstəkləndiyi aydın olur. Rüstəm Mikayılzadə, Zaur Ağamir, İTV Xəbər.